Səmavata, sənə təşəkkür edirik, minnətdarlıq bildiririk. Nə yaxşı ki, sən varsan, nə yaxşı ki, bizi dünyadan, bu qapalı, qaranlıq dünyadan, bu əzablı, çirkab dünyadan, bizi özünə çəkən, bizi günaha sövq eləyən dünyadan sən qurtardın. Və bizə quzunun qanı ilə, ya Rəbb, sən bizi tamamilə təqdis etdin, təmizlədin. Bu qana görə biz sənə təşəkkür edirik, minnətdarlıq bildiririk. Sən var olan, var olmuş atasan. Sən bizi qurtaran, bizi xilas edən, bizi qurtuluşunla dolduran, bizi inkişaf etdirən, bizi hər şeylə təmin edən Rəbb və atasan. Ya Rəbb, sən şükür olsun. İzzət olsun sənə, ya Rəbb. Ya Rəbb, sən bizə ata, elə bir ata hakimiyyət verdin ki, Məsihin hakimiyyəti vasitəsilə biz hər şeyə və hər şeyə nail olmaq gücünə malik olduq. Elə bir silahlarla sən bizi silahlandırdın ki, heç bir düşmənin silahı bizə toxunula bilməz. Bizi toxunulmaz etdin. Sənə şükürlər olsun. Minnətdarıq biz sənə. Quzunun qanı ilə bizi təhlükəsiz etdiyin üçün, bizi xilas etdiyin üçün sənə çox minnətdarıq. Sən ata, hər zaman ata, bizi hər şeylə təmin edirsən və göstərirsən bizə. Düşmən nə qədər güclü olsa da, nə qədər qüvvətli olsa da, fərq etməz. Düşmənə qarşı bizim əlimizdə elə bir silah var ki, o Məsihin qanıdır. Və o qanla biz bütün bu pislikləri yox edə bilirik. Pisliyə yox deyə bilirik. Pisliyi qova bilirik. Düşmənə qarşı dayana bilirik. Sənə şükürlər olsun. Sənə izzət olsun, ya Rəbb. Biz sənə minnətdarıq, ya Rəbb. Hər şeyə görə biz sənə minnətdarıq. Bu gözəl günləri bizə bəxş etdiyin üçün, bizi ata təliminlə, tərbiyənlə doldurduğun üçün, bizi hər zaman inkişaf etdirdiyin üçün. Sənə şükürlər edirik, ya Rəbb. Bu gözəl günləri bizə ənam kimi, bəxşiş kimi bizə verdiyin üçün. Müqəddəs adınla, sevgili adınla bizi doldurduğun üçün, bu adı bizə tanıtdırdığın üçün sənə çox minnətdarıq. Bu xeyrdaya görə biz sənə milyonlar dəfə, milyardlar dəfə, sonsuza qədər ata, biz ata minnətdarlıq bildiririk. Minnətdarıq sənə. Təşəkkür edirik ata. Təşəkkür edirik ki, sən ata, öz qanınla, təmiz qanınla bizi dünyadan qurtardın. Qurtuluşunu tam bizə, ya Rəbb, buraxdın və bizi ata bərpa elədin. Və bugün biz ata, sevilən, seçilən, sayılmış, dəyərli övladlarıq. Bu sənin sayəndə. Bu sənin bizə bir töhfəndir. Çünki sənin kəlamın deyir ki, hər bir yaxşı bəxşiş, hədiyyə göylər atasından gəlir. Bu töhfə üçün sənin qarşında baş əyirik. Bu töhfə üçün sənin qarşında dayanırıq. Fikirlərimiz, düşüncələrimiz tamamilə azad olsun istəyirik və diləyirik. Hər bir fikrimizdə sənin müqəddəs yazılarının bürünməsini, mühürlənməsini diləyirik və istəyirik, ya Rəbb. Biz yer üzərində yaşayırıq, ya Rəbb. Bizim yer üzündə ata, insanlarla münasibətimiz, yaşamımız ata, daima onlarla ata, sazişimiz ata, qoy sənin tərəfindən idarə altına girsin. Qoy daima ata sənə layiqli övladlar kimi bu yer üzərində biz sənin bizə verdiyin o missiyanı yerinə yetirə bilək. Ya Rəbb, biz bu yer üzərində bir qonağıq. Bir qonaq kimi ata, öz yerimizi bilən övlad olaq. Bu evin içində ata, daimi sənə izzət və alqış gətirə bilək. Daimi səni izzətləndirə bilək. Çünki sən layiqsən. Hər şeyə və hər şeyə sən layiqsən. Sən qarşıma gəlirəm, ya Rəbb. Sən huzuruma gəlirəm, ya Rəbb. Bu huzur üçün sənə minnətdarlıq bildirirəm.
bu huzuru ata, mən sənin canlı, diri əllərinə verirəm. İzzətli, qüdrətli ata, məhəbbətə sahib olan ata, minnətdarıq biz sənə ata. Hər şeyə görə biz sənə minnətdarıq. Minnətdarıq ki, sən var olan, var olmuş atasan. Bol xeyirdağa sahib olan ata. Bol xeyirdanı əsirgəməyən Rəbsən. İsa'nın ismində, İsa'nın adında. Halleluya. Halleluya. Amin. Amin. Amin.